Salam, hörmətli abituriyentlər. İrəvan xanlığı haqqında danışırıq. İrəvan xanlığının əsasını Mir Mehdi xan Əfşar qoymuşdu. Yəni Əfşarlar tərəfindən xanlığın əsası qoyulur. Xanlıqda qara pul adlanan mis pullardan, digər xanlığın pullarından, xanlıqların pullarından və Səfəvilər dövründən qalma pullardan istifadə olunurdu. 1755-ci ildə xanlıqda saray çevrilişi olur. Əfşarlar gedir, onlara əvəz edir Qacarlar. 1755-də. Xanlıq Qarabağ və Urmiya xanlıqlarından asılı hala düşüb. 1749-cu ildə Qarabağ və Kartli-Kaxetiyan hücumlarına məruz qalır. 1765-69-cu illərdə, bu 65 olmalıdır. 65-69-cu illərdə 2-ci İraklinin İrəvana hücumlarından sonra ona bacı verməli olur. Kərim xan Zəndin tələbi ilə isə bacı dayandırır və bunun üzərinə 1779-cu ildə Gürcü çarı 2-ci İraklinin İrəvana növbəti hücumunu görürük. Lakin o şəhəri tuta bilmir. Əvəzində geri qayıdarkən Şora ilə işğal edir, 2500 ailəni özü ilə əsir aparır. 1783-cü ildə Gürcüstanın təzyiqləri daha da artır. Niyə? Çünki 1783-cü ildə Gürcüstan Rusiyanın himayəsini qəbul etmişdi və əli qolu açılmışdı, Rusiyaya güvənirdi. 1795-97-ci illərdə buna baxmayaraq, yəni Gürcüstandan, belə deyək, Gürcüstanın hücumlarına qarşı İrəvan qətiyyətli mövqe tutur və zaman-zaman Osmanlıdan da dəstək alırdı. 1795-97-ci illərdə İrəvan Qacarlara tabe olur. 1827-ci ildə 2-ci Rus-Qacar müharibəsi ilə Rusiya tərəfindən işğal edilir. 1828-ci ildə isə xanlıq ləğv edilir. Naxçıvan xanlığının əsasını Heydərqulu xan Kəngərli qoymuşdu. O, Pənahəli xandan asılığı qəbul edir, Qızılqaya xəyanətində iştirak edir. Hacı xan Kərim xan Zənddən asılı düşmüşdür. Kəlbəlinin dövründə bir müddət sabitlik yaranır. Lakin 95-97-ci illərdə o da Qacarlardan asılı düşür. 1827-ci ildə İrəvanda olduğu kimi Naxçıvan da Rusiya tərəfindən işğal edilir. 1828-də ləğv edilir. Naxçıvan və İrəvan xanlıqlarının hər ikisi Səfəvilər dövründə Çuxursəd bəylər bəyliyinin ərazisinə düşürdü. Rusiya tərəfindən ləğv edildikdən sonra isə onların ərazisində 1828-ci ildə qondarma erməni vilayəti yaradılır. Bir də Naxçıvan xanlığının əsasən müstəqillik və yarımasılıq dövrü var. Bu 1747-1797-ci illəri əhatə edir. Bir də Qacarlardan asılılıq dövrü var ki, bu da 1797-1827-ci illəri əhatə edir. Naxçıvan, İrəvan xanlıqları haqqında bu qədər. İndi isə vəsaitimizdən mövzumu öyrənək. Hər birinizə zehin açıqlığı arzulayıram. Hələlik.